MyLift platforması hazırlanıb. Platforma liftlərin və digər qaldırıcı qurğuların texniki istismarının vahid sistem üzərindən idarəsini təmin edən sistemdir. Ətraflı hazırda birbaşa bağlantıda olan əməkdaşımız Şamil qızı bizə məlumat verəcək. Buyurun Şamilə, eşidirik sizi. Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının birgə tərəfdaşlığı ilə hazırlanan MyLift platformasının təqdimat mərasimində platformanın məqsədi, imkanları və təhlükəsizlik sahəsində yaradacağı yeniliklər barədə məlumatlar verilir. Qeyd olunur ki, MyLift Azərbaycanda liftlərin və digər qaldırıcı qurğuların texniki istismarının vahid sistem üzərindən idarəsini təmin edən innovativ rəqəmsal platformadır. Sistemi texniki baxış, sənədləşmə, avadanlıq məlumatlarının arxivləşdirilməsini və nəzarət proseslərini avtomatlaşdırır. Mobil və web interfeysli bu platforma lift sahibləri və ya istismar edən, liftlərə xidmət göstərən təşkilatlar, liftdən istifadə edən sakinlər, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası və Fövqəladə Hallar Nazirliyi arasında əlaqələndirilən informasiya axınını təmin edir. Həmçinin qeyd edək ki, layihə müəllif hüquqları qorunan rəqəmsal təşəbbüsdür. Platformanın gələcək istifadəsi ilə bağlı təqdimatlar və müzakirələr davam edir. Bizim isə çatdıracaqlarımız bundan ibarət idi. Buyurun, söz yenidən sizdədir. Təşəkkür edirik Şamilə sizə ətraflı məlumatlara görə.